səhifə nə yeməli rubrikasında ballı tort hazırlayacağıq. Lazım olan ərzaqlar: 500 qram un, 200 qram şəkər tozu, 400 qram yağ, 2 stəkan bal, 2 ədəd yumurta, 1 qutu qatılaşdırılmış süd, 100 qram qoz, 1 çay qaşığı soda. Xəmirin hazırlanma qaydası: əvvəlcə 1 litr qaynadılmış suyu qazın üzərinə qoyuruq. Bu suyun üzərinə bir qab yerləşdiririk. Qabın içinə yağ, şəkər tozu və bal töküb yağ ilə şəkər tozu əriyənə qədər qarışdırırıq. Qarışıq tam hazır olandan sonra qabı qırağa qoyub biraz da qarışdırırıq. Ardınca üzərinə yumurtaları əlavə edib qarışdırmağa davam edirik. Sonra qarışıq qatılaşana qədər üzərinə un tökürük. Hazır xəmiri bu formaya salırıq. Sonra onu kiçik hissələrə ayırırıq. Ayırdığımız hissələri kündə formasına salırıq. Ardınca bu formada yayıb kəsirik. Son üzərini çəngəl ilə bu formada bəzəyirik. Daha sonra isti sobada 5 dəqiqə bişiririk. Kremin hazırlanma qaydası: əvvəlcə yağı mikserlə qarışdırırıq. Yağ tam qarışdıqdan sonra üzərinə şokoladlı qatılaşdırılmış südü əlavə edib qarışdırmağa davam edirik. Sonra qozu və biskvitin qıraqlarından kəsdiyimiz hissələri blenderdə xırdalayırıq. İndi tortun üzərini bəzəmək üçün onları başqa bir qabda qarışdırırıq. Daha sonra tortun bəzədilməsinə başlayırıq. Tortu bu formada bəzəyirik.
ballı tort hazırdır. Nuş olsun.